Herkese salamlar. Bugün sizlerle Azərbaycanda əmək haqqının hesablanmasını öyrənəcəyik. Bildiyimiz kimi əmək haqqının hesablanması iki sahə üzərində aparılır, yəni ayrı-ayrılıqda, fərqli cür. Birinci sahə olan neft sahəsidir ki, bu sahələr, yəni bildiyimiz dildə desək, dövlət sektorunda olan işçilərə əmək haqqı hesablanmasıdır. İkincisi isə qeyri-neft sektoru sayılır ki, bunlar da özəl şirkətlərdir. Bugün əsasən biraz çətin olan özəl şirkətdə olan əmək haqqının hesablanmasını öyrənəcəyik. İlk öncə qeyd etdim ki, əmək haqqının hesablanmasında bu bildiyimiz kimi 2026-cı ildə müəyyən dərəcədə ciddi dəyişikliklər oldu və öyrənəcəyik ki, hansı dəyişikliklər baş verib və nələr daxildir. Əsasən mən bu dərsi 3 mərhələ üzərində öyrətməyi planlaşdırıram. Birincisi, slayd üzərində bu ilkin məlumatlardır. Yəni bunlar nələr daxildir, şərti nələrdir? Ümumi məlumatlardır ki, siz bunları bilməsəz, digər mərhələlərdə istifadə eləyib rahat işləyə bilməzsiniz. İkinci mərhələdə isə artıq Excel üzərində praktik, yarı praktik deyək ki, yarı praktikə keçəcəyik. Yəni artıq siz Excel üzərində təkcə bu biliklərinizi praktikada təcrübə etməyəcəksiniz. Həmçinin də artıq siz aylar və illərdə olan rəsmi və qeyri-rəsmi öyrənəcəksiniz. Və üçüncü mərhələdə isə artıq biz bir şey üzərində bu bildiklərimizi möhkəmləndirəcəyik. Təkcə bu bildiklərimiz üzərində dərsimiz olmayacaq. Həmçinin də bir şeydə biznes hesabdan işçilərə necə biz ödəniş edə bilərik, vergini necə ödəyəcəyimizi də artıq öyrənmiş olacağıq. Bugün həmçinin də təkcə əmək haqqını deyil, hesablanma qaydasını deyil, həmçinin də biz artıq bu dərsin, bu slaydın sonunda gross və net əmək haqqı haqqında da məlumat əldə edəcəyik. Bu iki əmək haqqı arasında da fərqi bilmiş olacaqsınız. Gəlin vaxt itirmədən keçək dərsimizə. Deməli, Azərbaycanda əmək haqqından, yəni özəldə, istər özəl olsun, istərsə dövlətdə 4 tip tutulmalar vardır. Biri gəlir vergisi, digəri işsizlik, DSMF və tibbi sığorta. Bunlardan sadəcə biri vergidir. Yəni bildiyimiz kimi, əgər sənin gəlirin varsa, mütləq şəkildə fərdi və yaxud da fiziki şəxsənsə, mütləq şəkildə gəlir vergisi verməlisən. Qalanları isə sadəcə olaraq sığortadır. Bunlardan işsizlik sığortasıdır. Yəni gələcəkdə hər hansı bir işsiz qalma ehtimalın varsa, yəni hər hansı bir ixtisara düşübsənsə, burada ödəyəcəyin məbləğ qədər gələcəkdə dövlət tərəfindən yardım ala bilərsən. DSMF isə sənin sosial müdafiə fondundur. Bu o deməkdir ki, hər hansı bir gələcəkdə bu fonda pul ödəməklə artıq özü sığortalayırsan və gələcəkdə pensiya alma şansın var. Və nəhayət dördüncüsü tibbi sığortadır ki, bu da sənin sağlamlığınla bağlıdır. Yəni ora hər hansı bir məbləğ ödəyirsən ki, aylıq ki, nəsə hər hansı bir hadisə baş verərsə sağlamlığında həmin xərci müəyyən miqdarını tibbi sığorta qarşılayır. Gəlin indi hər birini ayrılıqda öyrənək. Birinci başlayaq gəlir vergisindən. Gəlir vergisini əsasən gördüyümüz kimi 3 kateqoriyaya ayrılıb. Bu dövlət tərəfindən ayrılıb. Niyə? Bu əsasən dövlət tərəfindən şəxslərin maaşına görə ayrılıb, maaşının miqdarına görə. Elə miqdar var ki, məsəl üçün bilirik ki, özəl şirkətdə olsa, hər adam 10 min, 15 min və yaxud da ki 8 min, 5 min və s. kimi maaş almır. Bu maaş intervalı fərqli olur. Yəni elə ola bilər ki, elə adam var ki, özəldə işləsə də minimum əmək haqqı alır, yəni 400 və yaxud da 450 manat alır. Eləsi də var ki, 5000 manat alır. Eləsi də var ki, artıq 10 minə yaxın maaş alır. İndi buna əsaslanaraq dövlət belə qərara gəlir ki, bunları hər birini 3 kateqoriyaya ayırsın və hər birinə ayrı-ayrılıqda faiz tətbiq etsin. Çünki hər birinə eyni faizi tətbiq etsə,
o zaman balans pozulacaqdı. Yəni az maaş alan ya çox ödəyəcəkdi, ya da ki, çox maaş alan az ödəyəcəkdi. Ona görə də bu cür 3 kateqoriyaya ayırdı. 0 manatdan 2500 aziyinə qədər, yəni 0 burada şərti verilib. Yəni maksimum 2500-ə qədər maaş alanlar, onların ödəyəcəyi gəlir vergisi 3% hesablanacaq. İkinci kateqoriyaya aid olanlar 2500-dən çox, amma 8000 civarında maaş alanlardır ki, onların da gəliri 10%-dən hesablanacaq. Və nəhayət üçüncü kateqoriyadır ki, burada da artıq 8000-dən çox alan şəxslərdir ki, gördük ki, artıq onların faizləri də artdı, yəni 14%-dən hesablanacaq. Gəlin indi ayrı-ayrılıqda bulan nümunələr üzərində izah edək. Birinci başlayaq 0-2500 aralığında. Təsəvvür edək ki, bir şəxs 500 manat maaş alır, yəni artıq bu birinci kateqoriyaya aiddir. Çünki 2500-dən çox deyil. Yaxşı, bəs onun gəlir vergisi necə hesablanacaq? Əlbəttə ki, onun gəlir vergisi 3%-nə hesablanacaq. Və bu da göstərir ki, biz həmin adamdan, yəni şirkət tutur əlbəttə ki, bunu 500 manatdan 3%-ni gəlir vergisi kimi hesablayacaq və o deməkdir ki, həmin şəxs 15 manat gəlir vergisi verməlidir. Və indi o 500 manatdan 15 manatı çıxacaq, yerdə nə qalacaqsa, onun net maaşı hesablanacaq, 485 manat. Deməli, 500 manat onun gross əmək haqqısı olacaq, amma axırda alacağı isə 485 manatdır. Əlbəttə ki, ona 485 manat ödəməyəcək. Çünki qeyd etdiyim kimi, o 4 kateqoriyalı tutulmalar olmalıdır. Ondan sonra hesaba köçməlidir. Bu oldu bizim birinci nümunəmiz. Yəni 500 manat alan şəxs deməli 15 manat vergi verməlidir. Hansı vergi? Əlbəttə ki, gəlir. İndi keçirik ikinci kateqoriyaya aid olanlar, yəni 2500-lə 8000 arası olan şəxslər. Həmin şəxslərə nümunə götürək ki, həmin şəxs 3000 manat maaş alır. Yaxşı, onun gəlir vergisi necə hesablanacaq? Burada artıq biraz fərqli tipli hesablanacaq. Dövlət belə bir şey qeyd edir ki, deyir ki, məsəl üçün 3000 manat alırsansa, mən onun hamısını 10%-nə tuta bilmərəm. Onu tutsam çox eləyəcək və bu da demək olar ki, maaşın yarısını elə vergi ödəmiş kimi olur və bilirik ki, digər tutulmalar da olur və bu da artıq maaşdan çox-çox aşağı inmiş olur. Buna görə də dövlət belə bir şey qərara gəlir. Deyir ki, gəl belə eləyək. Əgər sən 3000 manat maaş alırsansa, bizim birinci kateqoriyaya aid olan şəxs 2500-ə qədər limiti var idi. Yəni, o vaxt 2500-ə qədər nə maaş alsa 3%-lə hesablanırdı. Gəl, indi bu 3000-dən 2500-ü ayıraq, 3%-lə hesablayaq. Yerdə nə qalacaqsa, onu götürək 10%-nə hesablayaq. Yəni 2500-ü 3%-nə hesablayıb 75 manat eləyir. Sonra həmin o 3000-dən 2500-ü çıxır, çünki artıq hesabladıq biz bu 3%-lə. Ona görə 500 manatımız qalır. Həmin o 500 manatı biz 10%-ni tapırıq, deməli eləyir 50 manat. Və indi dövlət bizdən 50 manat mı alacaq? Əlbəttə ki, yox. Deyir ki, sənə güzəşt eləyirəm 2500-ü 3%-lə, amma qalanların isə 10%-lə. Amma bu o demək deyil ki, sən son hesabladığını verməlisən, yox. Sən hər ikisini toplamalısan, nə qədər eləyir onu verməlisən. İndi biz 2500-ə qədərini tapdıq 75 manat və 10%-lə hesabladıq 50 manat elədi. Deməli, birlikdə 125 manat. Buradan da nəticəyə gəlir ki, deməli, hər hansı bir şəxs 3000 manat maaş alırsa, onun 2500 manatın 3%-lə hesablanır. Qalan yerdə nə qalırsa, onu 10%-lə hesablayır. Və hər iki faizlə hesablanan məbləğ toplanır, sonda nəticə çıxır və vergi verir. Deməli, 125 manat həmin şəxs vergi verməlidir. Sonra keçirik biz artıq yuxarı səviyyədə olan şəxslərə, yəni 3-cü kateqoriyaya aid olanlar. Bunlar da ki, artıq 8000-dən çox alanlardır ki, təsəvvür eləyək ki, bu şəxs 10.000 manat ayda maaş alır. Yaxşı, bəs bunu necə hesablayacaq? Yenə də eyni qayda ilə hesablayır. Yəni deyir ki, 2500-ün
3%-lə, sonra onun 8.000-in qədərini 10%-lə, yerdə nə qalırsa 14%-lə. Bu qaydandan gedilir. Yəni gördüyümüz kimi manatın tutdu faizini 3%-lə, sonra orada yerdə qalanın 10%-ni tapdı və bunu hesablayırıq 620 manat və artıq bilirik ki 10.000-dən 8.000-i çıxsa yerdə qalar 2.000 manat və həmin o yerdə nə qalırsa onun 14%-ni hesablayıb toplayıb cəmini deyirik ki, nə qədər gəlir vergisi ödəməlidir. 2.000-in də 14%-i 280 manat edir. O da ümumilikdə bizə 905 manat edir. Deməli 10.000 manat maaş alan şəxs aylıq gəlir vergisi 905 manat olur. Yaxşı, bu oldu uzun versiya, biraz dolaşıqdır. Yəni biz hər zamanmı birinci bu 3%-mi tapaq, sonra 10%-mi tapaq, sonra keçək burada nə qalıbsa onu mu hesablayaq? Əlbəttə yox. İndi sizə qısa versiyasını öyrədirəm. Deməli, belə bir versiya var. Bu sürətli hesablama qaydasıdır. Bunu mən kəşf eləməmişəm. Vergi sistemində var. Deməli, belə bir vergi sistemi, yəni vergi orqanı belə bir şey qeyd edir ki, bilir ki, biraz o qarışıq məsələdir. Yəni 1, 3%-nə hesabla, sonra 10%-nə hesabla, sonra 14%-nə. Deyir ki, gəl belə bir şey deyək. Sən 8.000-ə qədər maaşı ümumilikdə 625 manatını vergiyə hesabla. Yəni orada tutulmalar 3%-də də, 10%-də də daxildir. Və həmin o tutulmanı 625 manatı ümumi standart götür. Yəni sənin minimum verəcəyin vergi 625 manatdır. Ancaq o 8.000-dən yuxarı nə qədər qalırsa, məsəl üçün 10.000 alırsansa, onun 8.000-ə qədərini biz çıxdıq üşə. Yerdə nə qədər qalırsa, artıq o qalan hissəni 14%-nə hesabla. İndi yenə biz 10.000-i 8.000-i çıxacaq, 2.000, 2.000-i 14%-ni tapacaq 280. Deməli, bu 280-in üstünə 625 manat gələcək və nəticə olaraq 905 manat eləyəcək. Bu bütün məbləğlərdə keçərlidir. Bəli, belə qeyd eləyək ki, əgər bizim məbləğimiz 8.000-dən çoxdursa, o zaman 8.000-ə qədəri mütləq şəkildə siz 625 manat götürə bilərsiniz. Amma az olarsa, əlbəttə ki, bu qayda buna şamil deyil. Bu sadəcə olaraq 8.000-dən çox olan. Məsəl üçün 9.000 ola bilər, 10.000 ola bilər, 15.000 ola bilər və s. kimi. İndi nə qədər məbləğdirsə, onun 8.000-ə qədəri 625-nə hesablayırsan, yəni artıq bu sənin hazır vergindir. Qalan hissəni isə nə qədər qalırsa, misal üçün 9.000, o 9.000-dən 8.000-ə çıxacaqsan, 1000 manatın 14%-ni hesablayacaqsan. Və bu şəkildə artıq 625-in, yəni bu hazır hesablanmışın üzərinə tapdığın məbləği gələcəksən, deməli o da sənin olacaq gəlir vergin. Gəlir vergisinə aid olan nümunələri idi. Yəni hər bir kateqoriyaya aid olanlardır. Bir şey də qeyd edim ki, gəlir vergisini sadəcə olaraq şəxsdən tutulur, yəni şirkətdən tutulmur. Amma digər tutmalar, yəni sığortalar hər iki tərəfdən tutulur. Yəni işçidən də tutulur, işə götürəndən də.